Cəlilabad rayonunda 1975-ci il təvəllüdlü Zaur şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nərminəyə xəsarət yetirib. Hadisə 12 iyul 2024-cü ildə Cəlilabad rayonunun kəndlərindən birində baş verib. Kənd sakini Zaur həmin gün saat 11 radələrində kənddə yerləşən özünə məxsus fərdi yaşayış evinin içərisində arvadı Nərminənin həyətdə kartof bitkisi əkməməsini bəhanə gətirib və heç bir əsaslı səbəb olmadan xulqanlıq niyyəti ilə zərər çəkmiş şəxsin yaxın qohumları hesab edilən doğma oğlu Ece övladlarının gözləri qarşısında onun burun nahiyəsinə qəsdən yumruq zərbəsi vurub. Hadisəni törədən Zaurun barəsində Cinayət Məcəlləsinin 127.2.2 xüsusi amansızlıqla, o cümlədən zərər çəkmiş şəxsin ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi barəsində qəsdən sağlamlığa az ağır zərər vurma, 127.2.3 ümumi təhlükəli üsulla və ya xulqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma maddələri ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zaur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, Nərminə ilə təxminən 6 il əvvəl ailə həyatı qurub, birgə nikahımızdan bir övladımız olub. Mən Nərminə ilə ailə qurduqdan təxminən 2 il sonra Fatimə ilə ailə qurmuşdum. Ondan da övladım olub. Biz birlikdə Cəlilabad rayonunun kəndində olan evdə yaşayırıq. Yaşadığım evdə olan zaman Nərminə ilə arabir aramızda sözlə mübahisə olub. Mən də onun xəstəliyinə görə ona hər hansı bir xəsarət yetirməmişəm. Lakin son vaxtlar Nərminə sözlərimə baxmadığı üçün hərəkətlərindən əsəbləşdim deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə 12 iyul 2024-cü ildə yaşadıkları evdə olan zaman yenidən Nərminə onu əsəbləşdirdiyi üçün əli ilə onun sifət nahiyəsinə vuraraq onu döyüb. Həmin vaxt bizim yanımızda digər yoldaşım Fatimə və azyaşlı övladlarım olub. Törətdiyim cinayət əməlindən peşmanam, Nərminə ilə barışmışam. Mənə qarşı şikayəti yoxdur deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. İş üzrə zərər çəkmiş qismində ifadə verən Nərminənin sözlərinə görə Zaurla yaşadığı müddət ərzində onunla kənddə qalıblar. Lakin Zaurla aramızda baş verən mübahisədən sonra mən Cəlilabad şəhərində anamgilə gəldim. Bir neçə müddətdir ki, Zaur mütəmadi olaraq məni yaşadığımız kənd ərazisindəki həyətyanı sahələrimizdə kartof bitkisi əkməyi tapşırırdı. Mən də ona kartof əkməyəcəyimi bildirdim deyə o ifadəsində göstərib. Zərər çəkmiş qeyd edib ki, iyulun 12-sində təxminən saat 11 radələrində onlar evdə olublar. Yenə də kartof əkmək söhbəti açıldı. Həmin vaxt oğlum və ərim Zaurun digər həyat yoldaşı Fatimədən olan 3 övladı da evdə olub. Evdə bizdən başqa heç kim olmayıb, Zaur məndən kartof əkməyimi tələb etdikdə, yenə də ona əkməyəcəyimi bildirdim. Zaur kartof əkməməyimə qəzəblənərək burun nahiyəmə yumruq zərbəsi vurdu. Mən zərbənin təsirindən özümü itirdim və yerə yıxıldım. Həmin vaxt Zaur evin həyətinə çıxaraq əlində dəmir parçası gətirdi. O dəmir parçası ilə məni baş, sağ və göz alın və kürək nahiyələrimə nizamsız zərbələr vurdu. Mübahisə təxminən 4-5 dəqiqə davam etdi. Mən Zaurdan qorxduğum üçün bu barədə heç kimə məlumat vermədim. Bir neçə gün sonra anam mənim döyülməyimi eşitdi. Bu barədə Cəlilabad rayon polis şöbəsinə məlumat verdi deyə zərər çəkmiş şəxs ifadəsində göstərib. Bu cinayət işinə Cəlilabad rayon məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Zaur 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin üzərinə Cəlilabad rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad rayonunun kəndindəki fərdi yaşayış evini tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi
keçirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. Bundan başqa Biləsuvar rayonunda 1979-cu il təvəllüdlü Rəsul şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı faktiki nikah münasibətlərində olduğu Fərqanəyə xəsarət yetirib. Hadisə bu ilin yanvarın 22-sində Biləsuvar şəhəri Ali Mustafayev küçəsində yerləşən evlərdən birində baş verib. Rəsul həmin gün saat 11 radələrində birgə yaşadıkları fərdi yaşayış evində faktiki nikah münasibətlərində olduğu Fərqanə ilə aralarında ali məişət münasibətləri zəminində mübahisə yaranıb. Mübahisə zamanı Fərqanənin sağ göz nahiyəsinə qəsdən bir yumruqla vurub və ona xəsarətlər yetirib. Hadisəni törədən Rəsulun barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəsul ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, 20 ildir Fərqanə ilə dini nikah bağlamaqla faktiki ər-arvad münasibətlərində yaşayırlar. Bizim faktiki nikahlarımızdan 2 uşağımız doğulub. Mən rəsmi olaraq heç bir yerdə işləməsəm də günəmüz fəhləlik etməklə aləmi dolandırıram. Fərqanə isə kommunal müəssisələr kabinetində xadimə kimi çalışır. Bizim aramızda münasibətlərimiz həmişə normal olub, deyə o ifadəsində göstərib. Təqsirlənən şəxs qeyd edib ki, yanvarın 22-sində saat 11 radələrində Fərqanə ilə evdə olduqları vaxt onun mobil telefonuna qonşuları olan Vüqar adlı şəxs zəng edib və Kəmalə adlı qadının harada olmasını soruşub. Fərqanə isə həmin şəxsə Kəmalə adlı qadının harada olduğunu bilmədiyini bildirdi, zəngi sonlandırdı. Bundan sonra əsəbləşərək Fərqanəyə Vüqar adlı şəxsin zəng etməsinə görə iradımı bildirdim. Buna görə də aramızda mübahisə yarandı. Həmin mübahisə vaxtı özümdən çıxaraq Fərqanənin sağ göz nahiyəsinə yumruqla bir dəfə zərbə vurdum. Buna görə Fərqanə valideynlərinin evinə gedəcəyini bildirdi. Yaşadığımız evdən getdi. Mən bundan sonra sakitləşdim. Etdiyim əməldən peşman oldum. Lakin Fərqanə məni bağışlamadı. Biləsuvar rayon polis şöbəsinə barəmdə şikayət etdi. Mənimlə arvadım arasında baş vermiş mübahisə təxminən 2-3 dəqiqə davam etdi. Mən sonradan arvadımdan üzr istədim, onunla barışığa nail oldum, deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxsin ifadəsinin sonunda əməlindən peşmançılıq hissi keçirdiyini, arvadı ilə barışdığını, himayəsində 2 uşağın olduğunu bildirib. O barəsində yüngül cəza təyin olunmasını xahiş edib. Bu cinayət işinə Biləsuvar rayon məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə Rəsul qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla 1 il müddətinə islah işləri növündə cəza təyin edilib.